2 gün əvvəl bu məlumatı mənə verəndə biraz heyrətlənmişdim. Dedilər Kür çayında nə qədər su vuran nasos var, hamısını çıxarıb kənara qoyurlar. Eyni zamanda da Kürdən böyük həcmdə su kütləsi keçməsi gözlənilir. Bunun səbəbi kimi son günlər yağan intensiv yağışlar və Mingəçevir su anbarında toplanan suyun həcminin artması kimi göstərilirdi. Bir araşdırma apardım və məlum oldu ki, hazırda Mingəçevir su anbarında suyun səviyyəsi 80 metrə çatıb. Bu təhlükəli vəziyyət deyil. Yəni suyun 82 metrə qədər toplanması əslində təhlükəli deyil. Amma 82 metrdən çox su toplandıqda artıq təhlükəli vəziyyət yaranır və bu zaman nə baş verir? Mingəçevirdən suyun açılıb buraxılması həyata keçirilir. Mövzu bu deyil. Yəni Kür çayında 2010-cu ilin daşqınları təkrarlanacaqmı, təkrarlanmayacaqmı bilmirəm. Amma 2010-cu ildən 15 il keçib. Deməli, mənə göndərilən bir çox video görüntülər var. Hələlik onları paylaşmıram. Kür çayı ilə Kürün mühafizə bəndləri arasında meşə inkişaf perspektiv torpaqlarının hamısını ekologiya idarələri verib məmurlara, hansısa imkanlı şəxslərə, onlar da həmən torpaqları illərdir əkirlər. Deyəcəksiniz ki, burada nə problem var? Burada o problem var ki, həmin ərazilərdə ağac əkilməli idi, yamac bərkitmə işləri görülməli idi. Yəni ağaclar əkilsəydi, orada meşə massivləri təşkil olunsaydı, təbii ki, Kür ilə mühafizə bəndi arasındakı ərazidə torpaq qatının sürüşməsi, yuyulması halları baş verməyəcəkdir. Amma 15 ildir ki, nə o bəndlərə doğru düzgün qulluq olunmur. Baxmayaraq ki, bunun üçün dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır və Kür çayı sahilində yaşayan insanlar mənə desinlər görüm, sonuncu dəfə nə zaman bəndlərin bərpası, möhkəmləndirilməsi işinin həyata keçirildiyini görüblər? Görməyiblər. Eyni problem, eyni qaydada ekologiya idarələridir. Ekologiya idarələri ilə, Kür sahilindəki həmin o idarələr ilə, eyni zamanda Kür ara çaylarının, bəndlərin mühafizə idarələrinin hər ikisinin illərdir ki, öz xeyirlərinə gördükləri işin nəticəsi olaraq bugün gələn, biraz çox gələn su artıq Kür çayının bəndlərinin sahillərini yuyub aparır. Torpaqlar əkilmək üçün yox, orada meşə massivləri salınmaq üçün nəzərdə tutulmalı idi. Fəlakət baş verəcək, sonra da başlayacaqlar günahkar axtarmağa. Sonra da bu günahkarlardan bir-iki nəfər cəzalandırılacaq. Ortada əziyyət çəkən kim olacaq? Sadə vətəndaşlar, evi su altında qalan insanlar, yazıq, zavallı kasıblar. Yenə də təkrar pul ayrılacaq, yenə də o bəndlərin bərkidilməsi işləri görüləcək deyək dırnaq arasında. Yenə də o Kürlə bənd arasındakı torpaqları ekologiya idarələrinin müdürləri götürüb verəcəklər məmurlara, parnik kimi, əkin sahəsi kimi əkəcəklər və o torpaqlar da yumşalacaq. Yenə də 5 ildən 10 ildən sonra su gələcək, həmin sahili yuyub aparacaq. Yenə də çıxacaqlar ki, hə, qoymayın, amandır, Kür gəldi, daşqın gəldi. Məndən bu qədər.